Sən özünü zəhərləmisən sanırsan, amma gündəlik etdiyin bu 5 fərdi sənin bədənini içəridən çürüdür. Bunlardan birincisi günəş şəkərli qidalarla başlamaqdır. Səhər qlükoza səviyyəsinin kəskin qalxması insulin partlayışı yaradır. Bu da gün ərzində enerji düşməsi, insulin müqavimətini və iltihablanma riskini artırır. Məsələn, səhər bulka yemək, meyvə şirəsi içmək və yaxud da hamımızın məşhur içəcəyi şirin çay içmək, bunlar gün ərzində özünüzə etdiyiniz ən birinci pislikdir. İkinci zəhər gecə 12-dən sonra yatmaqdır. Ümumiyyətlə bədən 11-2 arası mütləq şəkildə yuxuda olmalıdır. Çünki bu aralıqda melatonin və böyümə hormonu ən pik həddə ifraz olunur. Bu isə hüceyrə təmiri üçün çox vacibdir. Siz gec yatdıqda təmir prosesini pozursunuz. Bu isə qozalmanı sürətləndirir, yaddaşı zəiflədir və immun sistemi çökdürür. Üçüncü zəhər gün ərzində uzun müddət oturaq vəziyyətdə qalmaq. Ümumiyyətlə oturaq həyat tərzi qan dövranını zəiflədir. İnsulinə qarşı həssaslığı azaldır və mitokondrial fəaliyyəti zəiflədir. Bu isə damar sərtliyinə, ürək-damar xəstəliklərinə və piyələnməyə gətirib çıxarır. Ümumiyyətlə dünyada hər il 3 milyondan çox insan demək olar ki, oturaq həyat tərzindən dünyasını dəyişir. Digər bir dördüncü zəhər plastik qablar və süni qidalardır. Fast food məhsulları və plastik qablar BPA və ftalat kimi zəhərli maddələr buraxır. Bunlar isə birbaşa hormonal sistemi pozur. Yəni kişilərdə testosteronu sağlar, qadınlarda isə estrogen disbalansı yaradır və tiroid problemlərini gətirib çıxardır.